Gördük sizləri, əziz bizi izləyənlər. Qızmar yayın istiləri bizim ölkəmizi gəzməyimizə, bölgələrimizlə tanış olmağımıza mane olmur. Tam tərsinə eyni sürətlə, eyni templə ölkəmizi sizlərlə bərabər tanımağa davam edirik. Keçən həftə proqramımızı izləyənlər xatırlayır. Ölkəmizin qərb bölgəsindən Ağstafadan hazırladığımız proqramı izləmişdiniz. Ağstafadan bəhs eləyən ikinci proqrama keçid alırıq. İndi dayandığım məkandan salamlaşmağımız təsadüfi deyil. Simvolik olaraq məhz Ağstafa Musiqi Mərkəzinin qarşısında dayanmışıq. Çünki bu rayondan hazırladığımız ikinci veriliş məhz bu gözəl diyarın, elin, obanın mədəni imkanlarına həsr olunacaq. Ud formasında inşa olunan arxada gördüyünüz bu maraqlı tikili haqqında da proqramımız boyunca məlumat alacaqsınız. Ağstafanın müxtəlif yerlərində yaşayan mədəni dəyərlərin daşıyıcısı olan insanlarla sizlərlə bərabər tanış olacağıq. Ekran başına yaxın əyləşin. Yolçunun Ağstafa macəraları davam eləyir. Alqışlayırıq Xəzər televiziyasının yolçu proqramını. Tək bizim rayonda deyil, bütün rayonlarda biz izləyirik. Bu torpağın elə bir suyu, havası istedad yetişdirir. Taytuş arasında hörmətli canım, indi qocalmışam, el mənə baxmır. Şeydə bülbül kimi qəhqəh çəkirəm, başını qaldırıb gül mənə baxmır. Hara baxır? Nə oğlum, lazım olan yerə baxır da, yəqin ki. Özü mənim ürəyimi də yay ürəyimi də yay ürəyimi də ay yolçu qardaş ay bağlamay bağlamay balamay xoş gəlibdir bizim elə. Canım, xoş günlərimizə gələk. Bəh, 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 möhtəşəmliyə, gözəlliyə bax. Bu qədər insan bir araya gəlibsə, bu qədər enerji dolu insan bir araya gəlibsə, əminəm ki, burada günlərim çox xoş keçəcək. Necəsiz dəyərli Ağstafalılar? Həmişə yaxşı olasınız, əziz izləyənlər. Ağstafadan hazırladığımız ikinci verilişə. Qoca, gəl yanıma görüm, qardaşım. Bu gözəl məkandan başlayırıq. Rayonun tam mərkəzində, Heydər Əliyev Parkında, bu gözəl yay teatrında vaxtaşırı olaraq hələ bir də yaz-yay dönəmləri, elə payızın özündə də havaların mülayim, daha normal keçdiyi vaxtlarda rayonun mədəniyyət xadimləri, mədəniyyət işçiləri, incəsənət ustaları xadimləri rayon sakinlərinə tez-tez maraqlı konsertlər verirlər ki, bugün bizim bəxtimizdən həftə sonudur ki, rayon Uşaq Musiqi Məktəbinin kollektivinin konsertinin olacağını dedilər və gəldik bu möhtəşəmliyi gördük. Bir özünüz alqışlayın. Arif müəllim, bir zəhmət olmasa gəlin yanıma. Ağstafa Uşaq Musiqi Məktəbinin direktoru. Necəsiz, nə var, nə yox? Çox sağ olun, təşəkkür edirəm. Yaxşı olasınız müəllim. Gözəl gündə gəlmişik. Xoş gəlibsiniz. Havalarda sərin keçir. Lap gözəl. Gözəl günləriniz olsun. Bəs bugün siz bizə hansı ifalarınızla ürəyimizi sərinlədəsiniz? Bu günlər əvvəz onu deyim ki, biz hər həftənin
6-cı günləri Qoca gəl yanıma bu qardaş. istirahət gördüyünüz istirahət parkında şagirdlərimiz və müəllimlərimizin iştirakı ilə konsertlər təşkil edirik. Bu gün də növbəti bir konsertimizdir. Sizə də çox sağ olun deyirəm, xoş gəldiniz deyirəm. Xoş gəldiniz, Televizyona. gəlin. Buyurun. Şagirdlərimizin ifasında maraqlı, eləcə də müəllimlərimizin iştirakı ilə maraqlı musiqi nömrələrinə qulaq asacaqsınız. Ümumiyyətlə yer gəlmişəm. Məktəbinizin biraz uğurlarından danışın. Məktəbimiz demək olar ki, Respublikada keçirilən müsabiqə festivallarda mütəmadi iştirak eləyir. Məktəbimizin şagirdlərindən demələri gördünüz, bu qoca Ona görə Ərəb ki, deyirəm, bir deyirəm ki, qoca gəl Hə. yanıma. Adı qocadır, özü cavan. Respublika Xalq Sağlığı Alətlərin 2-ci Respublika müsabiqəsində 2-ci yerə layiq görülmüşdür. Ondan öncə bizim məktəbin şagirdi Kərim Nəfsənin Respublika Saz müsabiqəsində 1-ci yerə layiq görülmüşdür. Ağstafalı balasıdır, sazda qalib olmalı da, birinci Bu olmalı. yaxınlarda deməli may ayının 17-sində deməli kamança üzrə bizim şagirdimiz Nazirliyin fəxri fərmanı ilə tərtib olunmuşdu uğurlu çıxışına görə. Ondan başqa muğam üzrə şagirdimiz Mustafa bugün onun çıxışına qulaq asacaqsınız. O da uğurlarına görə nəticə əldə etmişdir. Belə işlərimiz davam edir. Olsaq səhərə qədər burada Var. getər deyərlər. Maşallah uğurlarınız bol olsun. Zəhmət olmasa əyləşin, var olun. Qocasan da əyləş, sonra qocan da ifasına qulaq asacağıq. Deyirəm elə mən də keçim yanınıza. Madəm ki, Ağstafadan hazırladığımız ikinci verilişimizi sırf bu rayonda yaşayan dəyərli insanların mədəni bacarıqlarını sərgiləməyə həsr eləmişik. Neyniyək? Keçək ifalara. Alqışlarınızla. Beni candan sandın, cephadan yar usanmaz mı, usanmaz mı? Felekler yar
Çınarlar qatar qatardır torpağında ey vətən. Ürəklərin sevincisən, harda var belə məskən. Ürəklərin sevincisən, harda var belə məskən. Harda var belə məskən. Dəniz bir yandadır, çoxludur meşələrin. Nə genişsən, nə sonsuzsan, hər nəşlidir səhərin. Genişsən, nə sonsuzsan, günəşlidir səhərin. Günəşlidir səhərin. Bahardan da baharlısan, hər gün çiçəklənirsən. Yaşayırıq, yaradırıq səndə ey ana vətən. Yaşayırıq, yaradırıq səndə ey ana vətən. Səndə ey ana vətən. El bilir ki sen benimsen. El bilir ki sen benimsen. Yurdum yuvam meskenim sen. Hangi sende, hangi sende, hangi yan? Ey yurtsamda yuvam sensen. Benim gönlüm yaman sensen. Sen güneşin ocağısan, şehir sana tozağısan. Ay gülüm, ay gülüm, ay gülüm, ay gülüm tozağısan. Şehir sana tozağısan. Ay gülüm, ay gülüm, ay gülüm, ay gülüm tozağısan. Şehir sana tozağısan. Hə, gəlib çıxdıq. Proqramın başında dediyim kimi, anonsunu verdiyim kimi Ağstafa Musiqi Mərkəzinin binasına ki, 2 il əvvəl biz Ağstafada qonaq olanda hələ layihə şəklində idi, tikintisi gedirdi. 2 ildən sonra bu möhtəşəm tikilini ərsəyə gətiriblər. Analoq olmayan bir tikilidir. UD formasında inşa olunub Ağstafa Musiqi Mərkəzi əziz izləyənlər. Musiqi mərkəzinin tikintisinə məqsəd nədir? Burada hansı qruplar fəaliyyət göstərəcək? Nə ilə məşğul olacaqlar bizə? Təfsilatı ilə geniş məlumatı rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Gülgün müəllim deyəcək. Necəsiz? Çox sağ olun, xoş gəlmisiniz. Alqışlayırıq Xəzər televiziyasının yolçu proqramını. Tək bizim rayonda deyil, bütün rayonlarda biz izləyirik, gedirsiniz. Rayonda baş verən hadisələr, mədəni hadisələr, yeni quruculuq işlərini siz təqdim edirsiniz Azərbaycan tamaşaçısına. Çox minnətdarım. Düz deyirsiniz. 2 il əvvəl siz burada çəkiliş apararkən biz banerlərin üzərində olan o foto elementlərə baxıb, layihəyə baxıb danışırdıq ki, biz belə bir bina planlaşdırılır Ağstafada tikilməyə. Amma görürsünüz,
və bu 2 il keçməsinə baxmayaraq burada bu böyük əzəmətli ud formasında analoqu olmayan belə möhtəşəm, gözəl bir musiqi mərkəzi tikilib artıq istifadəyə hazır vəziyyətdədir. Açılışa hazırlaşırsınız. Bəli, açılışa hazırlaşır. Burada da hər şey var. Yəni musiqi məktəbi üçün bizim köhnə binamızda olmayan şərait. Yəni o 70-ci illərdə qalmış bir bina idi, heç bir şəraiti yox idi. Gecə danışaq mı? Danışaq. Bura fayemiz, girdik burada faye. Əvvəla çox gözəl bir yaşıl həyəti var. Yəni gələcəkdə planlaşır. Hətta şəhərin biz bu hissəsinə digər deməli bizim inzibati binaların köçməsi belə planlaşır. Yeni massiv salınması planlaşır. Bura bizim faye, burada Ulu Öndərimizin büstü, ona həsr edilmiş Ulu Öndərin Ağstafa rayonunda olan orada müxtəlif illərdə olduğu foto şəkillər. Sağ tərəfdə hörmətli prezidentimizə aid olan fotostend. Burada daxil olanda buyurun. Baxırsınız, burada artıq məşğələ otaqları, sinif otaqları. Burada əvvəlcə o birisi məktəbdə olanda məktəb, sinif müəllimlərin belə oturmağa yeri yox idi. Çox şəraitsizdir. Müəllimlər üçün çox geniş şərait olan otaqlar. 40 otaq, burada 40 otaq elə belə. Hamısı da bir fikir verirsinizsə, əsl musiqi məktəbi üçün belə koridorlarda, yəni dəhlizlərdə, hansı ki ona bir-birinə mane olmayacaq burada keçilən dərslər. Və uşaqlara, biz yeni yetmə uşaqlarımıza, musiqini öyrənən uşaqlara sözsüz ki, biz Azərbaycan və dünya bəstəkarlarının əsərləri, onların o klassik musiqi əsərləri öyrədiləcəkdir müəllimlər tərəfindən. Bura kitabxanadır. Nə qədər kontingent üçün nəzərdə tutulub? Bu deməli tutulubdur, 350 nəfərlik kontingent üçün nəzərdə tutulubdur. Bəli. Yəni şagirdli, müəllimli. Bəli. Bu günlərdə hörmətli Mədəniyyət Nazirimiz, Mədəniyyət və Turizm Nazirimiz Əbülfəz Qarayev olubdur, özünün aparatının işçiləri, nazir işçilərindən. Çox bəyəndi. Bəli, indi mən sizə təqdim eləyəcəm. Yuxarıda çox böyük 400 nəfərlik bir tamaşaçı zalımız var. Həmin zalda hətta məqsədə müvafiq sayıldı ki, deməli, regional əhəmiyyətli, bölgə əhəmiyyətli tədbirlər keçirilsin. Hətta beynəlxalq əhəmiyyət tədbirlərin keçirilməsi belə təqdirə layiqdir. Burada çox əzəmətlidir. Yəni bina hər cür şəraitə burada mövcuddur, vardır. Birinci mərtəbədə ancaq o sinif otaqları idi orada. Dərs, amma burada baxırsınız, burada həmi kitabxana, həmi qaleriya, rəsm qaleriyası. Həm burada indi görəcəksiniz Azərbaycan və dünya musiqisinin tanınmış simaları və böyük bir tamaşaçı zalı. 400 nəfərlik tamaşaçı zalı, hansı ki artıq bunun da Ağstafada deməli zalların, tamaşa zallarının sayı 3-ə qaldı. 200, 400 və 400 nəfərlik Ağstafada artıq 3 dənə tamaşa zalı artıq bundan tikildi, istifadəyə verilmiş vəziyyətdədir. Bura bayaqları o söylədiyim o möhtəşəm 400 nəfərlik zal. Və burada bizim hörmətli nazirimiz burada məhz təklif irəli sürdü ki, bizim Respublika Bakıda olan tanınmış sənətkarların, musiqiçilərin burada region üçün, rayon üçün əhəmiyyətli konsertlərin təşkil etməsi məqsədə müvafiq. Dekorasiya, işıqlandırma çox mükəmməldir həqiqətən. İndi mən də öz kollektivimiz adından həmin sağ olun göstərir, həm də bunu tikib, ərsəyə gətirən, istifadəyə verən, gələcək. Bu gələcək hesablanmış bir layihədir. 10 illərə, bəlkə də 50 illərə hesablanmış layihədir. Yəni insanlar artır, inkişaf eləyir və biz hörmətli prezidentimizin gördüyü mədəni siyasəti nəticə odur ki, biz o artımı qabaqlamalıyıq və öz sözümüzü deməliyik. Ağstafa qərbdə yerləşən bir qərb qapısındadır Azərbaycanın və biz sevinirik ki, Ağstafanın mədəni həyatında bəzi şeyləri də siz görüb göstərirsiniz. Allah canını sağ eləsin. Mən onda yoluma davam edeyim. Ağstafanın digər mədəni dəyərlərindən tanış olmağa çox sağ olun, var olun ki, mərkəzindən mənə tanış elədiniz. Mənlik bir sözünüz. Sağ olun, can sağlığı, uğurlar arzulayıram. Sağ olun, sağ olun, sağ olun, sağ olun.
torpağın elə bir suyu, havası istedad yetiştirir. Taytuş arasında hörmətli canım, indi qocalmışam, el mənə baxmır. Şeydə bülbül kimi qəhqəh çəkirəm, başını qaldırıb gül mənə baxmır. Hara baxır? Nə oğlum, lazım olan yerə baxır da, yəqin ki. Özü mənim ürəyim